1876-cı ildə ABŞ-nin Kentucky ştatında insanlar çox qəribə bir hadisəyə şahid oldu. Birdən-birə göydən yağış yox, ət parçaları düşməyə başlayıb. Şahidlərin sözlərinə görə hər şey cəmi bir neçə dəqiqə davam etdi. Kiçik ət hissələri yağış kimi ətrafa səpələnirdi. Bu hadisə sonradan tarixə Kentucky Mid Shower adı ilə düşdü və uzun müddət insanların müzakirə etdiyi sirli hadisələrdən biri oldu. Şahidlər deyir ki, hər şey bir neçə dəqiqə çəkib. Kiçik ət hissələri yağış kimi ətrafa səpələnib. İlk anda hamı bunun izah olunmaz bir şey olduğunu düşünüb. Amma sonradan ortaya tamam başqa bir ehtimal çıxdı. Həqiqət düşündüyünüz qədər mistik deyil. Ən real ehtimala görə bu ət yağışı əslində göydən gəlməyib. Yuxarıda uçan kərkəs quşları təhlükə hiss eləyəndə udduqları qidanı geri çıxarır və həmin an təsadüfən bu parçalar yerə tökülüb. Bəzən ən qəribə görünən hadisələrin arxasında çox sadə izah dayanır.